Gelir, beni de gel. Bir de söz dedi, sabah açıldı uşaklara süt değil. Düğü hanı düğü, düğü hanıdır. Düğü hanı, nasıl hanı süt? Biz çok çalışacağız. Kızlar yeter, şimdi ne? Yok problem yok. Biz her gün dayanıdan alırız. Kartof kırayım. Bu nerede ben tutu bilmiyorum ki bu nerede? Bakın. Nerede burada? Buzlanmış banandır. Nerede buz? Tutu bilmiyorum. Kartofu da kırayım. Nerede? Dondurulmuş banan. Ayağımı başa düştüye biz bunu görürük de biz görürük. Bu necə inkar edə bilərsiniz? Ay sağ ol. Yeyirsiniz evdə bunu. Şəxsən biz yeyirik. Bak senin iska yazılarına bak. Ki onun üstündə şikarı dəyişdi, koyulur. Hamısı müəllimələr üçün. Hamısı qayırmalar yeyir. Yurdumun en ucuz iska yazıları. Nə valla, bir ağır olun sizə. Hiç demirəm. Noxudun arxasındakı banan nədir? Mən onu Belə deyim də, hansı bir bağçada, hansı valideyn istəyər ki, ciyərdən uşaqlara dolma verilsin. Uşaqların şirniyyat saatı vardı, ləğv olunub. Belə deyim, meyvə saatını yazırlar, uşaqlara cürbəcür meyvələr verirlər, bir meyvə. Xəstəliklərin yayılan vaxtıdır. Pastillər tülənmir, dəsmallar tülənmir. Bunu mən dəqiq buranın işçisi olaraq sizə deyə bilərəm. Yaxşı, indi bir şey deyim bir sizə. həftədə Siz burada iki dəfə. işləyən deyirsiniz ki, problemlər vardır və bu gün işdən azad olunmusunuz. Bəs bu gün nə kimliyə Bu problemləri biləndən Niyə- sonra. Yox, bu gün Ayrılmaq bilmişsiniz üçün, elə. Bəli, bunları biləndən sonra. Bu biləndən qərara sonra ayrıldınız. gəlmişəm, Bu bəli. günə kimi belə bir şey bilmirdiniz. Bilməmişəm, yox, xəbərim olmayıb. Xəbərim oldu. Çünki biz də mətbəxə buraxmırdılar. Yaxınlaşdım dolma yeməyə, görürəm ki, dolmanın qoxusu gəlir. Hamımız ətin iyisini hər halda ciyərin qoxusundan seçə bilirik. Və valideynləri dəvət elədik, özləri öz gözlərindən çəkiblər də hətta. Bu günə kimi hiss eləmirdiniz o Yox, ciyərin qoxusunu. yemirdim çünki yemək burada. Sentyabrdan bəri mən özüm evimdən gedirdim. Çünki müdürət icazə vermirdi. Mətbəxə icazə vermirdi. Yeməmişəm. Yəni bu gün işdən azad olunursunuz və Bəli, azad oldum və özüm bunu bir öz qarşımda borc bildim ki, valideynlər bundan xəbərdar olmalıdırlar. Valideynlərin haqqı yeyilməməlidir, uşaqların sağlamlığına. Bəli, bizim təzə direktorumuz Əliyeva İlahi qızı sentyabrdan bəri belə işləyir. Hətta onu mən valideynlərin nəzərinə çatdırmışam ki, səhərə qalan çörəklər mağazalarda gətirilib, 3-4 gün qızdırılıb, 3-4 gün ərzində o uşaqlara yedirir. Yəni kim bunu öz uşağına qıyar? Heç kəs. Öz evindəki uşaqlara, öz nəvələrinə qıyar bunu. Kim buna qıyar? İndi mən danışmışam və pis olmuşam. danışdıqlarınıza görə sizi işdən azad edirlər. Mən yoxsa özüm öz başqa bir xahişimlə çıxmışam. Heç bir səbəb yoxdur. Mən indiyənə qədər 3 müdür Vicdanı yol dəyişmişəm. verin. 3 müdür dəyişmişəm. Hamısına da çox gözəl münasibətdə olmuşam. Yenə qeyd edirəm. Bu qədər valideynlər 18 ildir mən bu bağçada işləmişəm. 18 ildir. Bunu da valideynlərə demək özümü borc bilirəm. Sağ olun. Çox sağ olun. Bu vaxtda desən əvvəl başqa bir adam Bəli, bu ildən götürüb və bu ildən vəziyyət bizdə belədir. Çox xahiş edirəm. Nazirlikdən xahiş edirəm. Özüm də şəxsən prezidentdən xahiş edirəm. Yaxınlaşacağam özüm də nazirliyə. Onlara da ayrıca şikayətlərim var. Çünki biz qrant layihəsində və bizə əlavə ödənişlər olunub. O ödənişlərdən uşaqlara xərclənmir. O tamam bir başqa mövzudur. Mən onu nazirliyə yaxınlaşıb məlumat verəcəm. Yox, onu da deyil. Açıqlama verəcəm. O buranın mövzusu deyil.